Aynur Elgünəşin adının əvvəlinə bir çox təyini ifadələr yazmaq olar. Siyasi məhbus, müəllim, təlimçi, baş redaktor və s. Amma Elgünəşin fəxrlə səsləndirəcəyi sevimli ifadəsi müstəqil jurnalist olardı. Çünki müstəqilliyi o heç də asan əldə eləməyib və indi də asan qorumur. Elə bu xüsusiyyətinin onu apardığı həbsxanadan yazdığı məktubda Aynur Telman qızı Qəmbərova ilk dəfə pasport alıb evə getdiyi xatirəni belə nəql eləyir. Fəxrlə pasportumu atama uzatdım. Bugündən mən də müstəqiləm dedim. Dostları təbrik eləsə də atam qaşlarını çatdı, üzü əsəbdən tutqunlaşdı. Pasportu özümə qaytarıb, yaxşı, get o biri otağa dedi. Pərt halda otaqdan çıxmışdım ki, nənəmin tənəsinə tuş gəldim. Məni danladı. Başa saldı ki, ayıb iş görmüşəm. Qız uşağı müstəqiləm deməz, müstəqillik özbaşınalıqmış. Özbaşına adam da pis yola düşərmiş. Nənəm çox danışdı, amma mən heç cür anlamadım ki, müstəqilliklə pis yola düşməyin nə əlaqəsi var. Freud əbəs yerə dövləti kollektiv ata fiquru kimi görmürdü. Azərbaycan hakimiyyəti də müstəqilləri sevmir. Azad olmağı pis yola düşməklə eyni dəyərləndirir. Zorakılığın təməlində isə qorxu yatır. Bəs kimdir hakimiyyət atanın bu qorxularını tətikləyən müstəqil jurnalist Aynur Elgünəş? Aynur Elgünəş 29 may 1975-ci ildə Ağdamda anadan olub. Aynur 7-ci sinifdə oxuyanda rayonun Lenin yolu qəzetində yazıları çap edilib. Reportaj kimi bir şey hazırlamışdım. Əslində o vaxt bilmirdim reportajda nədir. Ondan sonra məndə belə bir maraq yaranmışdı ki, mən mətbuat işçisi olacağım, mən mütləq jurnalist olacağım. 1993-cü ildə Ağdamın işğalından sonra Elgünəş və ailəsi doğma şəhərini tərk eləməli olub. Onun yeniyetmə və gəncliyinə, həmçinin peşə fəaliyyətinə bu müharibə, işğal və Mingəçevirdə məktəblərin birində keçən məcburi köçkün həyatı ciddi təsir eləyib. Ürəyimdəki aktrisa olmaq arzusu yox olub getdi. Elgünəş 1994-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olub və oranı Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə qırmızı diplomla bitirib. Daha sonra ixtisasını jurnalistikaya dəyişərək yenidən təhsil alıb. O, jurnalistika arzusunu təhsil aldığı illərdə reallaşdırıb. Peşəkar fəaliyyətinə radio TV-lərlə başlayıb, yazılı mətbuata keçib. 1997-ci ildə Cümhuriyyət qəzetində əvvəlcə müxbir, daha sonra şöbə müdiri olub. Müxtəlif qəzetlərdə yazıları çap olunub, Elgünəş imzasının tanınması isə 2000-ci illərin əvvəllərini təsadüf eləyib. 2002-ci ildə BBC-nin jurnalistikanın əsasları təlimini keçib. Müxtəlif beynəlxalq təlimlərdən aldığı sertifikatlar mənzilində axtarış aparılan zaman istintaq materialı kimi götürülüb. 2005-ci ildə Niderland Jurnalistika məktəbində 3 aylıq xəbərçilik kursu keçib. Daha sonra məktəb adını Bakı Jurnalistika məktəbinə dəyişib, sonradan Elgünəş özü burada dərslər keçib. 2005-2007-ci illərdə isə Gündəlik Azərbaycan qəzetinin aparıcı müxbiri olub. Əsasən sosial-iqtisadi mövzularda araşdırmacı jurnalist olaraq çalışıb. 2007-ci ilin aprelində Gündəlik Azərbaycan qəzetinin təsisçisi Eynullah Fətullayevin həbs edilməsi və nəşrin fəaliyyətini dayandırmasından sonra həmin ilin iyulunda Milli Təhlükəsizlik Nazirliyində dindirilib. İnternat məktəbində 2 qıza deməli onları döymüşdülər və onları məcburi ərə verirdilər. Sonra o internat məktəbində olan uşaqların sonrakı taleyi ilə bağlı yazılarım var idi və bu doğrudan da səs-küyə səbəb oldu və hətta bununla bağlı cinayət işi başladı. Zakir Qarol özü birbaşa yazmışdı. Qəzetin üstünə hətta belə yazmışdı ki, araşdırılsın. Bu həmin dövrdür ki, bir çox müstəqil jurnalist, vətəndaş cəmiyyəti nümayəndəsi təzyiqə dözməyərək və ya müəyyən məbləğ qarşılığında cib mediası və cib müxalifəti sıralarına keçirdi. Elgünəş həbsxanadan yazdığı məktubda o günləri belə xatırlayır. Mətbuat Şurasının ilk seçimlərində uduzduğu üçün acıq eləyib gedən, sonra Əli Həsənovun mətbuat adından danışdırdığı adamların sırasına qayıdan Azər Həsrətlə Elmlər Akademiyası metro stansiyasının yanında qarşılaşdıq. Mövqeyinə haqq qazandırırdı. Dedi ki, müstəqil olmaq nisbi məsələdir, zamanla ayaqlaşmaq lazımdır. Sonra da məni topun üzərinə köhnə tüfənglə gedənlərə bənzətdi.
Mən o vaxt ona gülmüşdüm, indi də gülürəm. İnsanın əqidəsi onun kimliyidir. Fərqi yoxdur, sən azlıqdasan yoxsa çoxluqda. Bir fikir adamının, jurnalistin məhfi həbsi, işlədiyi orqanın bağlanması deyil. Əgər o həqiqəti yazmırsa, gizlədirsə, danırsa məhv olur. Aynur 2007-2014-cü illərdə müstəqil jurnalist olaraq fəaliyyət göstərib. Əsasən Yeni Müsavat bizim yol qəzetləri ilə əməkdaşlıq eləyib. Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin mətbuat katibi olub. Mən çox sevinirəm ki, 525 adlı bir qəzetdə işləməmişəm və mən çox sevinirəm ki, mənim atam kasıb bir adamdır və o Rəşad Məcid kimi ziyalı deyil. 2009-cu ildən Bakı Jurnalistika Məktəbi tərkibində yaradılan Varaz saytında baş redaktor olub, məktəbin özündə təlimlər keçib. 2012-2013 tədris ilində Slavyan Universitetində ictimai jurnalistika üzrə dərs deyib. Elgünəş 2014-cü ilin aprelindən Meydan TV-də fəaliyyət göstərir. Onun baş redaktorluğu dövründə Meydan TV onlarla araşdırma dərc eləyib, yüzlərlə aksiyanı işıqlandırıb, ölkədə səs-küy yaradan onlarla xəbəri manşetə daşıyıb. Aynur Elgünəş Meydan TV ilə bağlı 2015-ci ildə ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində açılmış cinayət işi çərçivəsində dəfələrlə şahid qismində dindirilib, həmçinin 2015-2019-cu illərdə Azərbaycandan çıxışına qadağa qoyulub. Mingəçevir hadisələri ilə bağlı soruşdu. Ora getməməyimdən maraqlandı. Təbii ki, mən getməmişdim. Ümumiyyətlə, o hadisələri ancaq mediadan izləmişdim. Əsas suallar Meydan TV-nin fəaliyyəti ilə bağlı oldu. Meydan TV ilə əməkdaşlığımla bağlı oldu. 2021-ci ilin dekabrın 24-də bir qrup jurnalist Milli Məclisin binası qarşısında yeni media haqqında qanun layihəsinin müzakirəsinə etiraz olaraq aksiya keçirirdi. Aynur Elgünəş həmin qanuna aktiv etiraz edən jurnalistlərdən idi, onun əleyhinə kampaniyalar aparır, qanunun gələcək repressiv nəticələrini illər öncə səsləndirirdi. Medianın əsas funksiyası dövləti, yəni hökuməti nəzarətdə saxlamaqdır. Yəni ictimai nəzarət olmalıdır və bunun üçün mütləqdir ki, azad olsun. Çünki azad media sərbəst qərarlar verə bilər, daha obyektiv yanaşa bilər və hökumətin hər bir hərəkətinə ictimai nəzarəti həyata keçirə bilər. Elgünəş özünü rejissor kimi də sınadı. Onun 2022-ci ildə ərsəyə gətirdiyi Çınar ağacının kölgəsində filmi nüfuzlu Sarayeva Film Festivalında yarışdı, mükafat aldı. Film hətta Meksika Beynəlxalq Qısa Filmlər Festivalına da seçildi. Filmdə Aynur Elgünəş yeniyetmə ikən köçkün düşdüyü Ağdam şəhərinə 28 il sonra jurnalist kimi qayıdır, şəhər küçələrində uşaqlığının izlərini axtarır, dağıntılar arasında qalmış xatirələrinə səyahət eləyir. Artıq doğma şəhərim yoxdur yerində. Hara baxsam xarabalıqdır. Amma yenə də nə isə axtarıram. Nə isə bir iz, bir əlamət. Buradakı yaşayışımızdan nə isə xatırladacaq bir şey. Elgünəş deyirdi ki, müharibə onun yeniyetməliyini və gəncliyini alıb. Doğma Ağdamın azad edilməsindən sonra o, həmin dövrlərdə itirdiklərini bərpa eləməyi planlayırdı. Amma 2024-cü ilin 6 dekabrında evinə basqınla həbs edildi, aylardır peşə fəaliyyətinə görə azadlıqdan məhrum olunub. Elgünəş yazır ki, həbsxana və bayır arasında bir fərq görmür. Yeganə arzusu kütləvi həbslərin Meydan TV fəaliyyətinə təsir göstərməməsidir. Dindirmə protokollarında da qeyd elədi ki, Meydan TV-nin araşdırma və tənqidi yazılarına görə ondan qisasçılıq məqsədi ilə cinayət işi başlayıb və jurnalistləri həbs ediblər, elə onun özünü də. Jurnalistika cinayət deyil. Aynur Elgünəşin saxlanandan sonra vəkillə təmin edilmədən qarşısına qoyulan ittiham aktının hər səhifəsinə yazdığı bir çağırış və saxta ittihama etirazı belə idi. O, həbsinin prezident səviyyəsində verilmiş siyasi sifariş olduğunu bildirib, hakim Sülhanə Hacıyevaya belə etiraz eləmişdi. Belə işlərdə siz heç kimsiz, heç bir səlahiyyətiniz yoxdur. Nə göstəriş verirlər, onu da gəlib oxuyursunuz. Aynur artıq 6 aya yaxındır ki, sevimli peşəsi, yaxınları, dostları, ailə üzvləri və sevimli iti Maksdan uzaq yaşayır. Bütün bu emosional məhrumiyyətlərin sona çatacağı gün qeyri-müəyyəndir, amma dəqiq tarix bəlli olmasa da bəzi sonlar mütləqdir.
Elgünəşin yazdığı kimi, mən həyatın bumeranq effektinə inanan adamam. Çox ümid eləyirəm ölkəni bu hala gətirənlərin də yolu bir gün buradan keçəcək və yaratdıqları bataqlıqda boğulacaqlar. Bəlkə də çinarlara, təbiətə, müəllimlərinə, sevdiklərinə şeir yazan balaca romantik Aynuru yenidən oyatmalıyam. Bəlkə oradan yoluma davam etməliyəm. Müharibə ilə uğurlanmış yeniyetməliyimə, gəncliyimə bir də baxmalıyam. Yarımçıq qalmış arzularıma doğru addım atmalıyam.